Axşam çağı müştərilər taksiyə bir kisə kartof yüklədilər. Görünür onların yolu uzaq idi. Yuznikov ərazisindən keçib Şuriyə gedirdilər. Onlar Kamodan keçərkən bir körpünün üzərində maşını saxlatdırdılar. Onlar avtomobili anidən saxlatdırıb kisəni maşından endirməyə başladılar. Və elə bu zaman kisədən səs gəldi. Xahiş edirəm, kömək edin. Taksi sürücüsü hər şeyi başa düşdü və tez bir zamanda avtomobilinə atlanıb maşını sürərək oradan uzaqlaşdı. Amma taksi şoförü səsi eşitdi. Xahiş edirəm, məni öldürməyin, mən yaşamaq istəyirəm. Nataşanın 15 yaşı var idi. Sergey ona evlilik təklif edəndə, o evlilik təklifini edəndə cibindən qəpik-qəpik topladığı, pula aldığı üzüyü çıxartdı. Yenicə məktəbi bitirmişdi ki, Natasha onun üçün bir qız övladı dünyaya gətirdi. Onların gələcəkdə xoşbəxt olmaları üçün çox böyük ümidləri var idi. Amma günlərin bir günü Sergey ehtiyatsızlıqdan qonşu evində yanğın törətdi və beləliklə 2 il azadlığından məhrum edilərək həbs olundu. Beləliklə günlər günlərə uzanırdı və Natasha ümidlə gözləyirdi. 2 yaşlı qızına isə sənin atan tezliklə gələcək və biz bir yerdə xoşbəxt bir həyat yaşayacağıq. Sergey ona tez-tez məktub yazırdı. Sergey ondan və qızından ötürü necə darıxdığını bildirirdi. Amma payızın günlərinin birində Natasha həmişəki kimi qızını bağçadan gətirirdi. Kənardan onu güdən bir cavan adamı o görmürdü. O isə nədənsə ona yaxınlaşmağa çəkinirdi. Balaca qızcığaz birinci atasını gördü. Natasha həyat yoldaşını görüb gah ağlayıb, gah gülürdü. Amma Sergey isə soyuq bir şəkildə durub baxırdı. Sanki nəyisə cəsarət edib deyə bilmirdi. Amma o sonunda qorxunc bir etiraf etdi. Onlar bir yerdə daha ola bilməyəcəklər. O səmimi etiraf etdi. Dünən o türmədən çıxanda ilk növbədə anasının yanına getdi və ona qapını açan tanımadığı bir qız oldu. Həmin qızın çox gözəl gözləri və sarışın saçları var idi. Bəli, bu həmin qız idi. Onun bacısının rəfiqəsi. O necə də böyüyüb. Baxmayaraq ki, Sergey onu çoxdan görmürdü. Amma nədənsə qız onun çox ürəyinə yatdı. Qız da sanki onun bütün hissələrini bilmiş kimi onunla çox gözəl və şirin rəftar edirdi. Təsdiqdən də həmin qızın da adı Natasha idi. Çox keçməyəcək ki, bu məhəbbət uçuzağı sonunda bir faciəyə çevriləcək. Sergeyin həyat yoldaşı onu səbirsizliklə gözləyirdi və bu gözləntilərin sonucunda onu itirmək istəyində deyildi. Beləliklə deməli qadın həyat yoldaşı uğrunda mübarizə aparacaq. Beləliklə Natasha Sergeyə seçim buraxdı. Ya mən, ya da gəzdiyin. Sergeyin həyat yoldaşı ilə məşuqəsinin evinin arası 100 metrə olardı. Təqribən piyada geçsəydi, 3 dəqiqədən sonra ora çatırdı. Amma Sergeyin həyatındakı bu yollar demək olar ki, illərə uzandı. İkinci qadın Sergeyə demək olar ki, özünü tamamən təqdim etməyə bacara bilirdi. Heç bir qarşılıq olmadan onu sevgi və nəvazişlə təmin edirdi. İkinci qadın Natasha Sergeyə demək olar azadlığına toxunmurdu. Çox sərbəst davranırdı onunla. Heç vaxt gerincə etmirdi və heç vaxt evə tələsməyini və onun yanına gəlməyini gözləmirdi. Nədənsə Sergey ancaq onun yanına tələsirdi. O sanki onu ofsunlamışdı. Sergey evdən çıxan kimi qaçırdı Natasha'nın yanına. Artıq Sergey öz həyat yoldaşı ilə bir neçə dəfə dalaşdıqdan sonra o gedib və bir daha yenə də evə dönürdü. Hər iki Natasha Sergeyi özünə məxsusi şəkildə öz əlində saxlamağı bacarırdı. Həyat yoldaşı təhdid və hədə-qorxu ilə səndən boşanacam və qızını bir daha görməyəcəksən. Digəri isə səni hər zaman gözləyirəm. Nə zaman vaxtın olsa gəl. İstintaq materiallarında qeyd olunmuşdu. Sergeyin həyat yoldaşı Natasha onu 18 dəfə bağışlayıb və qəbul etmişdi. Demək olar ki, hər iki qadın qısqanırdı Sergeyi. Elə ki, Sergeyin məşuqəsi ondan uşaq gözləməyə başladı. O da mübarizəyə qatıldı və nəyin bahasına olursa olsun, Sergeyi həyat yoldaşından ayırmaq istəyirdi.
Amma bir gün Sergey özünü toparlayıb məşuqəsi Nataşaya dedi, rədd ol. Mən daha səni görmək istəmirəm. Və elə həmin günün gecəsi də Sergey öz qarnına bıçaq vurdu. Təcili yardımda hər iki Nataşa Sergeyin sağalacağına ümid edirdilər. Sergey isə sağaldıqdan sonra ilk çıxdığı gün birinci məşuqəsinin yanına qaçdı. Mübarizə aparmaqdan yorulan Nataşa isə həyat yoldaşı yorulub artıq təslim olmuşdu və beləliklə boşanma ərizəsini məhkəməyə təqdim etdi. Düzdür, Sergey boşanmaq üçün verilən ərizədən imtina etdi. Amma qadın isə artıq bezmişdi. Nataşa artıq əşyalarını toplayıb anasıgilə getmək istəyirdi və qapını açıb çölə çıxmaq istəyəndə qapının ağzında həyat yoldaşı və onun məşuqəsini gördü. Sergeyin məqsədi Nataşanı ora gətirməkdə məsələni bir dəfəlik kökündən həll etmək idi. O istəyirdi ki, həyat yoldaşına bəlli etdirsin, hansı onlardan daha yaxşıdır. Bir anın içində Sergey qəzəbə hakim ola bilməyib, həyat yoldaşının gözünün önündə öz məşuqəsi Nataşanı döyməyə başladı. Məşuqəsinə vurduğu hər zərbədə o bir kəlmə söz ifadə edirdi. Sən mənim həyatımı dağıtdın. Və beləliklə bu zərbələrdən sonra Nataşa huşunu itirdi və yerə yıxıldı. Və bundan sonra Sergey həyat yoldaşı Nataşa ilə öz məşuqəsini bir kisənin içinə yerləşdirərək taksi sifariş edib onu yük yerinə yüklədilər. Artıq bu cinayətin sonucu bəlli idi. Əvvəldə dediyimiz kimi bir körpünün üzərində Sergey ilə Nataşa öz məşuqəsini körpüdən suya ataraq öldürməyə çalışırdılar. Yazığın demək olar ki, sağ qalmaq şansı yox idi. Kisə ağzı bağlı idi. Beləliklə qız boğularaq həyatını itirdi. Və artıq Sergeyin həyatında yalnız bir qadın var idi. O da onun həyat yoldaşı. Məhkəmə Sergeyə 8 il iş kəsdi. Onun həyat yoldaşı Nataşa isə uşaq olduğu üçün bu cəzadan yan keçə bildi. Bugün isə artıq Sergey ilə Nataşa yenə də əvvəlki kimi bir-birlərinə məktub yazırlar. Onların artıq həyatı əvvəl olduğu kimi yenə də gözləməyə dönüşdü. Heç kəs bilmir həyatda nə qədər insanın həyatında məhəbbət üçbucağı var. Bəlkə də yüzlərlə insan, bəlkə də milyonlarla insan bu məhəbbət üçbucağını yaşayır. Amma bunların hamısı qısa bir zamanda partlaya biləcək bir minaya bənzəyir. Qadın-kişi münasibətlərində hər zaman qısqanclıq ilk öndə durur və bu qısqanclıq bir gün böyük bir faciəyə çevrilə bilər. Bəlkə sənin də həyatında bu sevgi üçbucağı var. Amma nə qədər ki, gec deyil, sən bunu durdura bilərsən. Dostlar, siz Məxfi Cinayətlər kanaldaydınız. Kanalımıza abunə olaraq videolarımızı bəyənməyi və rəylər bölümündə fikir bildirməyi unutmayın. Bizim üçün sizin fikirləriniz çox maraqlıdır.